Bismillahirrahmanirrahim. Elhamdülillah vahdə və salatu və salamu alə məllə nəbiyyə bədə əmmə bəd. Selamu aleykum və rəhmətullahi və bərəkatuhu. Elhamdülillah qardaşlar, biz gözəl günlərdəyik artıq, Zilhiccə ayıdır. Və Zilhiccə ayının günləri ən əfsəl günlərdir. Allah subhanət hala and içib bu günlərə. Allah Teala buyurur ki, və ləyəlinə aşır. Fəcr surəsində and içir. Və bu onu göstərir ki, bu günlər əzəmətlidir. Onun fəzilətliyini göstərir. Və həmçə hədisdə də gəlib ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, bu günlərdə hansı əməl, salih əməl etsən, Allaha ən sevimli əməl sayılacaq. Başqa günlərlə müqayisə eləyəndə. Hətta dedilər ki, ya Rasulallah, hətta Allah yolundan, malınla, canınla çıxıb, qayıtmayan, yəni şəhiddən söhbət gedir. Dedi ki, ölən şəhid məqamına çatmaz, amma kimsə qayıtsa, yenə bu 10 gündə edilən əməl Allaha ən sevimli əməldir. O əməldən də. Bir dənə şəhadət. Şəhadətə heç nə üstün ola bilmir. Hətta bu günlərdə də. Onu göstərir ki, şəhadətin fəziləti, məqamı. Və gözəl günlərdəyik. Və ona görə salih əməllərdən qardaşımız qurban kəsib. Qurban ümumiyyətlə ərəb kəlməsidir. Yaxınlaşmaq deməkdir. Qurb sözündən də yaxınlaşmaq. Yəni, Allaha yaxınlaşmaq. Hansısa bir əməllə. Ümumiyyətlə, bütün əməllər əslində qurbandır. Namazda, orucda, zəkatda, həcdə və s. Hamısı məqsəd nədir ibadətdə? Allaha yaxınlaşmaq. Şeytandan uzaqlaşmaq. Və lakin çox vaxt, yəni heyvan kəsilən vaxtı işlənən kəlmədir. İşlənən kəsilən var, ümumi mənası, var xüsusi mənası. Çox vaxt xüsusi mənada tanınıb, bu kəlmə işlənib. Yəni heyvan kəsimində. Və təbii ki, qurban kəsmək salih əməllərdəndir. Və xüsusən də əgər desək ki, bu günlərdə, Zilhiccədə və Allah subhanət hala qəbul eləsin və hər müsəlman ümumiyyətlə çalışmalıdır, hər bir məqamda savab qazansın, savab kisəsini doldursun. Hər bir məqamda. Adi məsələn, biri asqırır və deyir, əlhamdülillah. Sən deyinə dərhal yarhamkallah. Bilginən ki, sən deməklə savab qazansan. Yəni, adi məsələn, yemək yiyəndə, su içəndə, sənin niyyətin nə olsun? Nə olsun, bir dənə doymaq olmasın da. Niyyətin o olsun ki, sən istəyirsən, yiyəsən, sağlam olasan, Allaha daha yaxşı ibadət eləyəsən, daha çox ibadət eləyəsən. Çünki adam zəif olanda, adam xəstələnəndə ibadətlərdən də qalır axı. Ona görə hərdən görürsən ki, niyyətə bağlıdır. Yemək, içmək də ibadətdən sayılır. Sadəcə niyyət onu təyin eləyir. Ona görə qardaşlar, salih əməllərdəndir bu günlərdə, gözəl günlərdə və ümumiyyətlə qurbanın ədəbləri var, qaydaları var idi. Qurban bayramı da gəlir. Çünki qurban bayramında kimin imkanı var, qurban kəssin. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bir hədisdə deyib ki, o heyvanda nə qədər bədənində tük var, təsəvvürləyin, o da savab qazanır. Qurban kəsən. Yəni, sahib qutarmaq mümkün deyil. Ona görə kimin imkanı varsa, məhrum eləməsin o savabdan özün. Məhrum eləməsin. Və həmçinin, təbii ki, qurban bayramında əfzəldir, qurban bayramı kəsilsin, ondan da sonra 3 gün davam eləyəcək qurban bayramı. Yəni, Zilhiccənin 10-u, 11-i, 12-si, 13-i məğribəcən, məğrib azandacan. Qurban kəsilir, indi xristiyan tarixlərlə indi gələk Zilhiccənin 10-u, 11-i, 12-si, 13-i neçəyə təzadüf eləyir, onu gələk deyək, onu gələk öyrənəsiniz. Belə, ümumən bizdə neçəsi elan olunub? 27-si. Deməli, 27-si əgər inşallah bayramdırsa, 28-i, 29-u, 30-u məğrib gün batanacan qurban bayramından sayılır kəsdiyini heyvan. Və biz deyəndə qurban kəsilir bayram namazından sonra başlayır vaxtı. Yəni, o deməkdir ki, bayram namazından qabaq və ya bir gün qabaq, əgər sən qurban bayramı üçün istəyirsən kəsilsin, olmaz.
Qurban bayramı kəsilməlidir namazdan sonra, bayram namazından sonra. Yəni 27 səhər. Məsələn, saat tutaq ki, Qurban bayramı tez qılınır. Saat 9-dan sonra artıq kəsə bilərsən, demək olar ki. Səhər. Hə. Təbii ki, məsələlər, böyük məsələlər var. Heyvana aid, kəsənə aid. Təbii ki, o məsələlərə mövzu geniş olmasın deyə. Yəni, bununla kifayətlənəm. Allah Subhanahu taala bizə eşitib faydalarından etsin. Allah Taala Quran-ı Kərimdə də buyurur ki, "Fasalli li rabbika vanhar." Yəni Rəbbin üçün namaz qıl və həmçinin də Rəbbin üçün nə deyir? Kəskinən. Yəni bəziləri məsələn bu ayəni Qurban bayramına aid edirlər ki, Qurban namazdan sonra olur. Və Allah Taala bizə eşitib faydalarından etsin. Allah Taala qardaşımızın qurbanını qəbul etsin. Allah müsəlmanlara kömək olsun. Bu qədər. Assalamu aleykum və rəhmətullah və bərəkatuhu.